Salam, necəsiz? Mənim buynuzlarım yenə iş başındadır. Sizin xəbəriniz var ki, Rajdenyadan sonra mən yenə biraz da ağırlaşdım. Dəhşət səhhətim çox ağırlaşdı. Orada yəni ki, biraz normal temperaturda olan su içirdim. Ürəyim yanırdı. Adam iftar açandan sonra içir axı su. Evdə isə mən biraz isti su əlavə edirəm, içirəm. Orada elə belə içirdim. Halbuki çayniklərdə qaynar sular gətirmişdilər də oruç tutanlar üçün. Çox təəssüf ki, mən o çayniki, yəni məclisin hardasa bir yəni ortasının axırına yaxın, daha doğrusu, axırına yaxın mən o çayniklərin içində təkcə qaynar su olduğunu anladım. Deməli, elə bilirdim ki, çay var içində. Niyə isə görəsən, özü ki, ondan bizə iftar açmaq üçün, yəni orucumuzu açmaq üçün qaynar sularda tökdülər. Bilmirəm, məclisin həyəcanı idi, nə idi, nəsə diqqət elədi, etməmişdim. Oğlum isə elə qaynar su töküb suyu içirmiş. O mənim, yəni hələ də yenə də otaq temperaturundaydı. Sadəcə mən sizə dedim, xəstə idim, səhhətim onsuz da yaxşı deyil idi. Yəni ora elə yarımcan getmişdim. O suları içə-içə özümü belə adıma yaraşar xəstələndim. Rajdenyadan sonra xəstələndim, amma nə xəstələndim. Üşütmə gəldi mənə, yenə temperatur. Qorxdum çünki elə xəstələnmişdim. O xəstəlik məni çox qorxutmuşdu. Mən fartığımı taxmamışam. Eyb yox, oraya bişirəndə taxacam. Nəysə, uzun sözün qısası. Antibiotiklər, əlləşdim, vuruşdum da, yəni. İndi nə qalıb məndə? İndi dəqiqə başı asqırıram, yəni tez-tez asqırıram və burnum şəlalədir. Axır yəni, burnum fontandır. Axır, amma yenə də mən bütün xəstəlikləri yazıqcarım, həmişə ayaq üstə keçirirəm. İndi mən soğan doğrayırdım, bir dəqiqə qoy, tavanı çıxarım. Ona töküm doğradığım soğanlar. Deməli, biz rayona getməyə hazırlaşırıq. Mən rayon vlogu ayrı çəkmək istəyirəm. Həmişə mənim məşhur rayon vloqum, üzr istəyirəm. Axır, deməli, ayrı çəkmək istəyirəm rayon vloqunu. Ona görə də birləşdirmək istəmədim. Dedim ki, hazırladığım yeməkləri ayrı çəkim. Rayon vloqunda ayrı çəkim. Yəni, birləşdirmək istəmədim ki, ayrı-ayrı daha geniş olsun. Bir dəqiqə o tavanı çıxarım. Deməli, indi demək istədiyim odur ki, mən qaynatamın vəfat il dönümüdür. Mən hər il, keçmək istəyirsən, Aska? Hə, hər deməli, il dönümündə həmişə yeməkləri mənə hazırlamışam. Və standart hazırladığım yemək var onun ilk dönümündə. Şabalad qorma və plov. Həmişə belə hazırlamışıq. İndi də rayona gedəcəyik. Orada qəbrizdə oğlumla papası gedəcəklər. Mən də yeməkləri hazırlayıram. Orada hazırlaya bilərdim, amma yəni ki, bir gün qalaq, elə olsa, orada hazırlayacaqdım ki, həmişə də uşaqlar balaca olanda məktəbli, hələ məktəbli deyilirlər, 2 qız var idi, oğlan hələ o vaxtda yox idi. Bunlar da məktəbli deyilirlər, həmişə rayona gedib, orada qalardıq, orada mən hazırlayardım. Orada keçirərdik, gələrdik. Qeyd edərdik, daha doğrusu keçirmək biraz düzgün çıxmadı, qeyd edərdik. İndi isə məktəb, universitet, ikisi məktəbli, biri universitet. Universitetdə dərs buraxmaq bilirsiniz ki, olmaz. Yəni, oldu qaybı yazacaqlar, bir günə də 6 qayb verir. Sonra Nurikin müəllim yanları, Askanın müəllim yanları. Ona görə mümkün deyil, yəni, bizim qalmağımız. Bilirsiniz, qaçırıq. Bizim ailənin məşhur şeyi qaçmaqdır da, qaçırıq biz həmişə. Ona görə yenə qaça-qaça gedirik. Deməli, iftarımızı açacağıq, qayıdacağıq. Amma yoldaşım üçün biraz çətindir, çünki həm oruc sürəcək yolu. Orada da evimizə gedirik deyə orucumuzu tutmaq olar. Başqasının evinə gedirsənsə, əgər yola çıxırsansa və ya başqa evə gedirsənsə, yola çıxırsansa, deyirlər ki,
tutmaq olmaz. Nə bilim, belə bir qanun şey var da dinimizdə, bilmirəm. Mən dəqiq indi özümdən toçnosti uydurmayayım, amma belə bir şey var. Amma evinə gedirsənsə, orada evindirsə, burada evin heç, onda tutursan. Böyle biz yoldaşımla dayandırmırıq həmişə, tuturuq evimizə getdiyimizə görə. İndi oruc sürəcək maşını, gedəcəyik. Sonra da axşam da iftar açmalıyıq, sonra da qayıtmalıyıq. Onun üçün biraz çətindir. Ona görə deyirəm ki, günorta biraz uzanıyaq. Çünki o dükanla zadla əlləşir, vuruşur. Heç günorta uzanmağa vaxtı olmur. Ancaq biraz namaz qılmağa gələndə günorta namazına gəlir və namazını qılır. Çox az uzanır. Onda da elə çağırırlar, birazcıq durur. İndi deyirəm ki, da belə eləmə. Yaxşı yat ki, biz qaydanda, yəni bütün külfət maşında dombalaq açmayaq. Allah iraq eləsin, Allah uzaq eləsin. Deyirəm də, nə bilim, yenə bildiyin eləyəcək. Ona görə indi mən şaval qurmanın soğanlarını doğrayıram. Amma biraz, yəni bu il biraz kişilər də çox olduğu üçün, yəni biraz sabahki gün Muradın elə bir şey yoldaşımın yaxın o evinə getmişdi ya, yemək yeməyə. Dostlar yarışmışdıq. O dostu da Lənkəranda olacaq, o da Lənkəranlıdır. O dostu da Lənkəranda olacaq deyə onu da çağıracaq, eləyəcək. Nəysə də biraz kişilər çoxdur. Ona görə 2 dənə də toyuq bişirirəm. Düyünü də süzüb aparacağım. Düyünü isə o başlarına duranda mən bir şey yemirəm onsuz da, yoldaşım yeyir. Mən də düyünü süzərəm, apararam. Всё. Rayonda dəmə qoyacağam. Yəni düşündüyüm budur. Orada dəmə qoyaram. Hər şeyi hazır aparıram. Yəni ki, orada şaval qormanı da bişirirəm ki, orada toyuqa isidərəm. Belə, indi soğanları doğradım. Ona görə də mən əvvəl istədim ki, bir vlog eləyim də, yəni bir dəfəlik. Sonra gördüm ki, yox, istəyirəm. Dedim ki, gəlsənə belə yeməyi də çəkim. Hazırladığımızı çəkim. Rayonu isə ayrı vlog eləyərəm. Çünki rayon vloqum mənim vloqlarım biraz məşhurlaşıb. Bizim qaçmamızı, qopmamızı, qaça-qaça getmemiz. Ona görə dedim ki, qoy rayon vloqum ayrı eləyim, qatmayayım buna. 10 dəqiqəlik də olsun, 15 dəqiqə, neçə dəqiqə olur olsun, fərq yoxdur, amma ayrı olsun da. Çəkmək istəyəcəm orada. Ona görə də gedişimizi, hazırlaşmamızı, getməyimizi çəkmək istəyəcəm deyə. Dedim ki, qoy rayon vloqa ayrı olsun, yemək vloq ayrı olsun. Deməli, soğanlarımı doğradım. Hazır. İndi bunu soğanda eləyəcəm. Soğança deyirlər burada, amma mən soğanda deyirəm. Bizim teritoriya soğanda deyil, biz soğanda eləyəcəm. Burada toyuqdur, bu toyuqdur, toyuqlar pişir. Burada da şaval qormanın ətləri qaynayır. Qızım konsert verə-verə gəlir, böyük qız. Balacadır. Öz bugünlük vəzifəsini yerinə yetirdi. Aşqa bugünkü vəzifəsini yerinə yetirib. Yəni təmizlik işləri, onun boyundan hansı təmizlik işləri var, onların hamısını gördü. Zavtrakını elədi. Getdi, yuyundu, sabaha hazırdır. Bu böyük Madonna indi bu birisi də başlayacaq öz vəzifəsini yerinə yetirməyə. Çünki o səhərin idmanla başlayır. Oruc idman edir, ay başladı. Nəysə, idmanını bitirib, indi öz vəzifəsini o da yerinə yetirib bitirəcək, sonra o da yuyunmağa. Mən də ki, kapisikdə mətbəxdən çıxmağa mənim qətiyyən bugün vaxtım olmayacaq. Əslində həmişə belədir. Amma bugün ekstra. Çünki axşam özümüzlə iftar açmalıyıq axı. Bir də ki, yoldaşıma da dedim ki, gözlədim. Bunu çəkdi, axşam iftarını açdı. Birinci iftarını açan kimi Bismillahirrahmanirrahim suyunu içir. Bu, sonra yemək. O çəkildi, yeməyini başladı yemək. Yeməyin axırında dedim ki, hörmətli evimizin dirəyi, gözümüzün bəbəyi, çox xahiş edirəm. Sabaha mənə elə bir menyu dilən ki, həm gəlib forsfason atmayasan mənə, nazqəmiz eləməyəsən, triklər atmayasan, çox rahat yeyəsən, gülər üz. Həm də mənə çox rahat olsun, çünki mən bütün Lənkəranın yeməkləri ilə məşğul olacağım, ora aparacağım yeməklərlə məşğul olacağım. Səndən çox xahiş edirəm.
Mənə bir menyu fikirləş. O da mənə çox rahat elədi. Dedi ki, bugündən yeməklər, çünki indi mədəmiz balacalaşıb deyə çox az yeyirik, yəni normal yeməyini Aşka yeyir, bir də Norik yeyir. Amma Dəniz, papası, mən biz uşaq çox az yeyirik. Yəni normamızı tökürəm ki, birdən də yeyərlər. Amma görürəm ki, tən yarısı qalır. Məndə də elə, o papasında da elə, Dənizdə də elə. Ona görə də yeməklərimiz qaldı. Dedi ki, heç bir şey hazırlama. Bugündən yeməklər qalıb, çünki dünənki yeməklər onun sevdiyi yeməklərdir. Hamımızın sevdiyi yeməklərdir. Dedi ki, bunlar qalıb, sabah bunu yeyərik. Heç bir problem yoxdur. Tak ki, sən elə rayona aparacağın yeməklərlə məşğul ola bilərsən, xanım qız. Dedim, çox sağ ol. Allah razı olsun. Tak ki, axşama amma Nurikin ekstra bir zakazı var. Uşaqdır deyə mən onun üçün də hazırlayacağım onu. Yəni ki, illaki iftara yeni bir şey hazırlamalıyam. Uşağın istədiyi bir şey var, onu hazırlayacağım. Əsasən yeməyim var. Amma yəni ki, axşam bu sabahki yeməklərlə bugün məşğul olacağım. Bir də Peru'da istəyirəm ki, biraz dovğa bişirim, onda balona töküb apararam. Hazır belə dovğalar var. Mənim yoldaşım qətiyyən hazır heç bir şeyin arası yoxdur. Heç bir şeyin. Yəni hazır alınmış heç bir şeyin arası yoxdur. Nə bayram çörəkləri, nə belə hazır dovğalar, nə bilim də o qətiyyən elə şeylər sevmir. O deyir ki, evdə yəni bişməlidir. Mən də bunun tərəfdarıyam. Mənə elə gəlir ki, onlar bilirsiniz kimlər üçündür? Yəni tək yaşayan insanlar üçündür. Yəni tənbəllik eləyir özü üçün, dovğa durub, bir qazan bişirən deyir ki, tək yaşayır, ürəyindən keçirsə yeyə bilər. Ya da ki, bura turist gələn bir başqa insanlar üçündür ki, hazır yeməyidir, götürsün, yesin. Əslində mən də elə düşünürəm. Amma yoldaşım isə vəbşə, ümumiyyətlə hər şeyə qarşı belədir, deyir ki, yox da, yəni ki, evdə bişənlər, çöldə hazır olan fərqli şeylərdir. Ona görə mən bunlara gələni, həmişə, atam evində də belə idi sözün açığı, buynuzlarım bu nə qəşəng qalır. Yəni həmişə özüm sözün düzü, özüm hazırlamışam. Nə istəyiblər, özüm qaynanam da, yoldaşım da özüm hazırlamışam. Təki canımız salamat olsun, belə pis çıxmasın, hər şeyi də bacarıram. Həri bu var, zorunda var. Yəni əlimdən də gəlir hər şey, mama bizə hər şey öyrədib, bacıma da, mənə də. Mamam öz pişdi işi çox yaxşı bacarandı, bizə də öyrədib yəni. Ona görə də hər şey bacarırıq, istəyir bacım, istəyir mən, bizim əlimizdən gəlməyən heç bir şey yoxdur, istəyir bayram çörəkləri, yeməklər falanlar filanlar, hər şey. Ona görə də hazırlayırıq. Tak ki, Peru kimi də dovğa hazırlamaq fikrim var. Onu isə axşam hazırlayacağım, artıq soyusun ki, balonu töküb apararam. Amma düyünü isə o başdan da süzərəm. Belə, hələlik bu qədər. Şabalqomanın əti bişdi. Deməli, mən soğanı başlayıram indi qovurmağa. Sonra ətləri töküb üstünə qovuracam. İndi bu bilmirəm, indi çoxdan gələn insanların olur. Mən 20 illik gəlinlik, 20 ildən çox artıq məndə gəlinlik çüyün kuruşqandır. Deməli, mən mamadan o vaxtda soruşdum ki, bir dəqiqə bu ayranı atım. Mamadan soruşmuşdum ki, bəs bu nə üçündür? Bunu nəyə istifadə edə bilərəm? Çünki bunu hər razmerini verib mənə, get-gedə balacalaşan razmeri ən böyük budur. Demişdim ki, mama, mən bunu nə üçün istifadə edə bilərəm? Onda təkcə dəniz var. Mama ilə dedi ki, qızım, hər şey istifadə edə bilərsən, uşaq üçün süt qızdıra bilərsən, balaca quruşqalarda uşaq üçün süt qızdıra bilərsən. Nə bilim, bunu edə bilərsən, onların çox şey mənə variantlar deyir. Yəni, çox istifadə olunan şeydir. İndi uşağın balacadır, o balacalardan istifadə olunur. Böyüyündən çox şey istifadə edəcəksən. İnan, uşaqlar böyüyəndən sonra bunun yağını da qəşəng, yaxşı tökmək lazımdır ki, bir soğanı, bir yağı çox olmalıdır ki, ləzzətli olsun da, yəni. Uşaqlar böyüyəndən sonra doğrudan mən bunu yağı əridirəm burada, bunda. Həm çox, yəni 2 paçka əridirəm bəs eləyir də, amma bu çox tutur, yəni 2 paçkadan çox tutur.
2 paçkada, bir paçkası da hardasa, nə bilim, yadımdan çıxır 200 qramda, neysə, indi baxaram deyərəm. O şimdi çox tutur, hardasa bir 4 paçka, 4-5 paçka darjı tutar, bura qədər gəlir. 2 paçka bunun burasında qalır. Burada qalır, yəni 2 paçka burada qalır, əriyəndə burada qalır. Neysə, yəni çox tuturam. Mən 2 paçka əridirəm, çox yaxşı olur. İstifadə edirəm, yəni plov aş düzəndə, plova yağ verməyə, sonra belə yeməklər üçün istifadə edirəm. Çox yaxşı olur mənim üçün. Deyirəm ki, mamul, doğrudan çox yaxşı şeydir. Gördüm mən sənə ki, istifadə edəcəksən, aşağılar böyüsün, biraz ailə yəni genişlənsin, istifadə edəcəksən. Deyirəm, həm bunlar çox karıma gəlir, elə yaxşıdır. Buna biraz da yağ əlavə edəcəm, amma indi biraz xodunu azaldıram. Gül xodda çünki soğan yanar, amma ölməz. Zəif xodda qoyacağım. Soğan öləcək. Bütün yağı əvvəlcə çəkəcək, sonra qusacaq. Ondan sonra yenə yağ əlavə edib, qızardanda isə soğanı, yəni indi zəif xod verib soğanı öldürmək istəyirəm. Sonra öləndən sonra soğanı qızardanda artıq, tavaya isti keçdi. Soğanı qızardanda artıq ətləri də əlavə edib başlayacağım qızartmağa. Başlayacağım qızarmağa. Qızartmağa. Belə. Toyuğum hazırdır, pişirim, toyuqlarım hazırdır, ləvəngili falan filan. Mənim ləvəngim də adla istiyor, duzlu və qozlu. Yəni, soğan qozbaşı deyil, mənim hazırladığım ləvəngi, orijinal Lənkəran ləvəngisidir, qozlu. Bu da hazır, toyuqlarım hazır. Şabalqoğum əti pişib. Bunu hazırlayıram, sonra hissi göstərəcəm neynədiyini. Aşı da dediyim kimi, ya gecə süzərəm, ya da səhərə yaxın süzərəm o başlamda. Bir də axşam çağı dolabaya hazırlayarım. Dobuğa. Hələ ki hissi isə hazırlaya gedirəm. Lənkərana hazırlıq çəkirəm. Sarı kökünün duzunu əlavə etdim. Əti də, bişmiş əti də. İndi soğan öldükdən sonra indi qoymuşam qızarmağa. Artıq yetəri qədər bəsdir artıq. Sonra soğanlar yanar. Qızarmağı bu qədər bəsdir. İndi azca, çünki turşu da gələcək deyə, azca abqora tökürəm. Bilmirəm, abqoranı bilməyənlər bilmirəm, bilirlər yoxsa yox. Abqora biraz biz Lənkəran yeməyi olan turş kebaba da əlavə edirik. Bazarda bizdə həmişə rayonda satırlar. Üzümdən hazırlanır. Abqora mən həmişə yayda üzümün çıxdığı vaxtda biz hazır alırıq, saxlayırıq da. Abquranı əlavə etdim. İndi şabalıqları yumuşam. Ay, yudum bunlar yenə yapışdı. Şabalıqları belə tökürəm ki, yəni yaxşı bişsinlər. Nəysə, yumuşam. Hər tərəfə sərpirəm belə. İnanın mənə, biraz belə xərci çox kimi görünə bilər, amma çox bərəkətli yeməkdir. Çox bərəkətli yeməkdir və səsə görə üzr istəyirəm. Qarışdırmaq da olmaz bunu. Qarışdırsaq, şabalıqlar bişib, sonra bu turşular, qaysılar bişib, xırxəşil onlar da qarışır. Bunu qətiyyən qarışdırmaq olmaz. Sarı kökü tökən. Yudum yerə düşəni də götürdüm. Belə. İndi turşuları əlavə edirəm.
ən axırda isə qaysı. Qaysı çünki çox tez bişir. Turşu da turş məzəliyi verməlidir. Ona görə də şabalığın üstündən turşuları qoyuram. Sonra bu biraz ət suyunu əlavə edəcəm, bişəcək. Kıvama düşəndə başlayacağım biraz şəkər tozu əlavə etməyə. Qayısıları da tökürəm. Belə. Hazır. İndi ətin suyunu əlavə edəcəm. Ətin suyunu da əlavə etdim. Biraz qaynara düşəndən sonra şəkər tozunu əlavə edəcəm. Vanla başlayacaq. Biraz kodlayım, əvvəlcə qaynara düşsün, sonra kodunu alacağım, vanla bişəcək. Yəni biraz xərcli görünə bilir yemək. Ancaq inanın mənə bərəkətlidir yəni və çox ləzzətlidir, biz xoşlayırıq. Mən ümumiyyətlə şirin yeməkdə şirin şey sevmirəm yeməkdə. Amma bu yeməyi sevirəm. Turşa şirin olur, tam şirin olur, turşa şirin olur. Amma şirinlik yeyəndə ağzına turşu gəlməməlidir. Biraz şirinlə turşu bir-biriyle mübarizə aparmalıdır. Şirin qalib gəlməlidir. Elə düşünün. İndi bilmirəm, izah edə bildim yoxsa yox. Nədir bilirsiniz? Səməni qoyacağım buna. Səməni. Çok doldurmuram ki şişecek çünkü bu. Çok soyuq suyla değil. Ilıq suyla, belə çok da soğuk olmasa ılıq suyla yuyub isladıram. Əlimlə belə səpələyirəm, baxın. Əlimlə belə isladıram, artıq suyla boşaldacağım. Amma şaxta suyla yox. Ta ki diş atana qədər. Diş atandan sonra isə bu marlidən çıxarıram artıq. Artıq suyunu süzdüm. Marlidən çıxaracağım. Bunun içine tökəcəm. O belə cücələcək inşallah. Burada düyü süzürəm. Burada da qazmaq. Bunun altından çətin çıxır deyə. Burada qazmağı burada hazırladım. Bişiririm. Buynuzlarım və mənim ağız burnumuz əyilib yorğunluqdan. Düyünü süzürəm. Bizimkilərlə yatmayıb. Səhər tezdən yəqin ki o başlaran elə bir kişi ilə mən gedəcəm. Şımlıq atır özləri üçün. Şımlıq atırlar özləri üçün. Я хотела сегодня вместе со своим противником посмотреть это Винкс, это мультик Винкс, но из того, что мы это в 6 утра встанем, не получится. Конечно, не получится. Ночной сериал всегда интереснее, это утренний. Я не хочу рано вставать. Я хочу spać. В общем, qazmaq burada bişirib daha. Burada qazmaq. Burada da düyünü qaynadıram. Sizinlə bugünlük sağlaşıram. Səhər tezdən başlayacağım yenə çəkməyə. O rayon vlogunu ayrı eləyəcəm. Dombalaq aşağı. Qaça qova. Tez ol. Şalır cəzbəliyim. Bizim ailəlicə adımız tez oldu. Sizin yüzünüzden eve geçsin. Minəcək maşına. Deyəcək ki, sizə görə 5 dəqiqədə geciksə deyəcək ki, görürsünüz, bax, bura baxayım. Bax, düşəcəm probkaya. Sizə görə geç çıxdım. Nəysə, sağollaşım mən. Buynuzum da əyilib, özümün ağzı burnum əyilib. Qazmağı bişirsəm,
bişirim. Düyünü də süzüm, gedim biraz yatım. O başdan da süzəcəkdim sözün düzü. Yoldaşım dedi ki, indi süz, ged rahat yat. Bir də o başdan da priyamoy durub, hazırlaşıb çıxarıq da özünü incitmə. Tak что, belə. Sağollaşıram sizdən. Rayon vlogunda görüşərik. Bunu izləyin, bundan sonraki videomda gözləyin.